Elhamdülillahi Rabbil alemin. Və l-aqibətu lil-muttaqin. Və la udvana illa alal-zalimin. Və usalli və usallimu aləl-məbuthi rəhmətən lil-alemin. Nəbiyyina Muhammedun və alə alihi və sahbihi və mən təbəə bi sünnətihi ilə yevmiddin, əmmə bə'd. Keçən dərsimizdə sahabələr barəsində idi. Sahabələrin tərifi, sahabələrin Quran və sünnədə fəzilətləri, sonra onların sahabələrin fəzilətlərinin cəhətləri, yəni hansı cəhətdən bir-birindən üstündürlər sahabələr. Bir də Ömər radiyallahu anh, Əbu Bəkr radiyallahu anh'ın fəziləti barəsində söhbət etmişdik ki, Əbu Bəkr radiyallahu anh'la Ömər radiyallahu anh'u ümmətdə Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra ən əfsəl insanlardır. Ümumiyyətlə, Peyğəmbərlərdən sonra ən əfsəl insanlar kimdir? Əbu Bəkr radiyallahu anh'la Ömər radiyallahu anh'udur. İndiki məsələ Raşidi xəlifələrin fəziləti barəsində və onların arasında olan fəzilət barəsindədir ki, birinci məsələ Raşidi xəlifələrin fəziləti. Raşidi xəlifələr də dedikdə 4 şəxs nəzərdə tutulur. Əbu Bəkr radiyallahu anhu, Ömər radiyallahu anhu, Osman, bir də Əli radiyallahu anhu. Bu 4 nəfər Rəşidi xəlifə ümmətin ən əfsəl insanlarıdır Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra. Sahabi və tabinlərin icması ilə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də buyurur ki, Aleykum bi sünnəti və sünnətil xulafəil mehdiyyinə raşidin təməssəku bihə vəddu aleyhə bin nəvəciz. Hədisi Əhməd rəvayət edib və İbn-i Məcə Sünənində, eləcə də Tirmizi rəvayət edib. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, bu hədisdə mənim və mənim Raşidi xəlifələrimin, hidayət yolunda olan Mehdi xəlifələrimin sünnəsinə tabi olun, onların sünnəsi ilə gedin, o sünnədən yapışın, hətta deyir, azı dişlərinizlə onların sünnəsindən yapışın. Yəni, fikir versək, bu hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm onları hidayətlə, bir də düz yolda olmaqla vəsf etdi. Dedi ki, Mehdi, yəni hidayətdə olan, bir də Raşid, yəni düz yolda olan Rəşidi xəlifələr, ona görə düz yolda olan xəlifələr adlandırır və Peyğəmbər sallallahu aleyhi və səlləm onların sünnəsini, Rəşidi xəlifələrin yolunun sünnəsini öz sünnəsi ilə bir yerdə zikr etdi. Və onları ümmət üçün nə etdi? Ümmət üçün bir nümunə etdi. Dedi ki, mənim və onların yolu ilə gedin. Necə ki, İbn Ömər radiyallahu anh'dan gəlir ki, deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtında deyirdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında deyirdi ki, ümmətin ən xeyirlisi kimdir? Əbu Bəkirdir, Ömərdir, Osmandır. Sonra deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmin səhabəlini tərk edirdik və onların arasında kiminsə kimdənsə əfsəl olduğunu saymırdıq. Demirdi, yəni zikr etmirdi. Eləcə də İbn Həcər rəhəməllah bu hədisin şərhində deyir ki, zahir odur ki, İbn Ömər bununla deyir, onlar iştihad elədiyi məsələləri deyirdilər. Yəni, deyirdilər ki, onlar iştihad edirdilər, söhbət edirdilər ki, ümmətdə ən əfsər kimdir? Və iştihadları ilə zahir olurdu ki, Əbu Bəkirdir, Ömərdir, Osmandır və hələ dəlillər deyir, gəlməmişdi. O vaxtda deyir, başqa sahabələrin dəlillərinə aid dəlillərə yəni, bilmirdilər. Bu, dəlil gəlməmişdən qabaq olur. Və sonra isə, necə ki, başqa rəvayətdə gəlir, İbn Ömərin hədisin başqa rəvayətində gəlir ki, Əli radiyallahu anhu da zikr eləmələri. İbn Ömər deyir ki, bu rəvayətdə deyir ki, Künnə nəqulu fi səməni Rasulillah sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında deyirdik ki, Rasulullahi xeyrun nəs. Allahın elçisi, Rasulullah insanların ən xeyirlisidir. Summa Əbu Bəkr, summa Ömər. Sonra Əbu Bəkir, sonra Ömər. Və ləqad utiyə İbn Əbi Talib thələthu xisalin لأن يكون لي واحدة منهن أحب إلي من حمر النعم.
deyir, artıq deyir, İbn Əbi Talibə, yəni Əli radiyallahu anhuya 3 xisal verilmişdir. 3 xislət verilmişdir ki, onlardan biri məndə olmağı mənim üçün qırmızı dəvə sürüsündən daha xeyirlidir. Buyurur ki, Zəvvəcəhu Rasulullah sallallahu aleyhi və səlləm ibnətəhu və vələdət ləhu. Peyğəmbər sallallahu aleyhi və səlləm onu öz qızı ilə evləndirdi və ona nə etdi? Ondan uşaqları oldu. Və səddəl əvvəv illə bəbəhu fil məscid. Bütün qapıları bağladı, mescidə olan qapıları bağladı, bir onun qapısından başqa. Və ətəhu rayətə yevməl Xeybər. Və Xeybər günü də ona bayrağı verdi. Bu hədisi də Əhməd Müsnədində rəvayət edib. İbn Həcər Fəthül Bəridə deyir ki, isnadı həsəndir. Yəni, hasil odur ki, bu 4 nəfər, Allah onlardan razı olsun, 4 xəlifə, Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra sahabi və tabinlərin icması ilə ən əfsəl insanlardır. Və bu icmanı da rəvayət edənlərdən birisi Şafi rahiməllahdır. Və eləcə də Xəlləl öz sünnətində bu barədə bab atmışdır. Və Əbul Həsən Əl-Əşəri bu 4 nəfəri, Raşidi xəlifələri zikr edəndən sonra buyurur ki, və həuləhumul əimmətul ərbəə əl-mucmə alə adlihim və fədlihim radiyallahu anhum əcməin. Və bunlar deyir, 4 imamdır, hansı ki, onların ədalətinə və fəzilətinə icma olunmuşdur. İcma olunmuşdur, Allah onlardan razı olsun. Və Sabuni də rahimullah Əhl-i Sünnə cəmaatının, sələfin və hədis əhlinin etiqadını bəyan kitabında Sabuni Rəhəmullahın kitabı var. Əhl-i Sünnə və cəmaatının, sələf salihin və hədis əhlinin etiqadını bəyan edir orada. Buyurur ki, وَيَشْهَدُونَ وَيَعْتَقِدُونَ أَنَّ أَفْضَلَ أَصْحَابِ رَسُولِ اللّٰهِ sallallahu aleyhi və sələm Əbu Bəkir, ثُمَّ Umar, ثُمَّ Uthman, ثُمَّ Ali. Yəni, Əqidətü Sələf Əshab-ül Hədis kitabında zikr edir. Deyir ki, yəni, sələflərin etiqadıdır ki, hədis əhlinin etiqadıdır ki, onlar şəhadət gətirirlər və etiqad edirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin ən əfsəl sahabiləri kimdir? Əbu Bəkərdir, sonra Ömərdir, sonra Osmandır, sonra da Əlidir radiyallahu anhu. Eləcə də İbn Teymiyyə rahimehullah buyurur ki, xeyru həzihil ümməti ba'də nəbiyyihə Əbu Bəkr, thumma Umar, kəmə təvətərə zəlikə an əmiril müminin Ali bin Əbi Talib, məvqufən və mərfu'an, və kəmə dəllə alə zəlikəl kitəbu və sünnə və ittəfəqə aleyhi sələful ümmə və əimmətul ilmi və sünnə və ba'dəhumə Uthman və Ali. İbn Teymiyyə deyir ki, bu ümmətin Peyğəmbərindən sonra ən xeyirlisi Əbu Bəkirdir, sonra Ömərdir. Necə ki, bu barədə Əli radiyallahu anhudan mövquf və mərfu olaraq Peyğəmbər sallallahu aleyhi ve səlləmə, yəni mərfu olaraq dəlillər mütəvatir olmuşdur və necə ki, buna, yəni Əbu Bəkir radiyallahu anhudan Ömər radiyallahu anhun ən xeyirli insan olduğuna kitab və sünnənin, eləcə də ümmətin sələflərinin və sünnə alimlərin və elm əhlinin icması dəlalət edir. Və onlardan da sonra deyir Osman və Əlidir radiyallahu anhu. Və eləcə də İbn Teymiyyə buyurur ki, Əhl-i Sünnənin əsaslarının barəsində buyurur ki, وَيُقِرُّونَ بِمَا تَوَاتَرَ بِهِ النَّقْلِ عَنْ أَمِيرِ الْمُؤْمِنِينَ Ali radiyallahu anhu və an qeyrihi. Eləcə də deyir, Əli radiyallahu anhudan və ondan qeyrisindən mütəvatir olan xəbəri iqrar edirlər ki, min ənnə xeyri həzihil ümmət bə'də nəbiyyə Əbu Bəkir, thumma Umar. Yəni, bu ümmətin Peyğəmbərindən sonra ən xeyirlisi Əbu Bəkirdir, sonra Ömərdir və yüthəllithunə bi Uthman, Osmanı 3-cü gətirirlər və yurəbbi'unə bi Ali radiyallahu anhum kəmə dəllət aleyhil əthər. Və Əli radiyallahu anhu da 4-cü zikr edirlər. Necə ki, buna, Allah onlardan razı olsun, necə ki, buna əsərlər, rəvayətlər dəlalət etmişdir. İbn Teymiyyə Vasiyə əqidəsində buyurur. Bizə də vacib odur ki, birinci Əbu Bəkir radiyallahu anhudur, əfsəl, sonra Ömər radiyallahu anhudur, sonra Osman radiyallahu anhudur və sonra da Əli radiyallahu anhunu bütün ümmətdən nə edək? Əfsəl tutaq. Bunların arasında
fəzilətə gəldikdə isə 4 nəfərin, necə ki, zikr olundu. Birinci Əbu Bəkirdir, sonra Ömər radiyallahu anhudur, sonra Osman radiyallahu anhudur, sonra isə Əli radiyallahu anhudur. Bunların fəzilətdə tərtib, xilafətdə olduğu tərtib kimidir. Hansı birinci xəlifə olubsa, fəzilətdə o, ondan sonra olanlardan nədir? Əfsəldir. Və baxmayaraq ki, və sahabi və tabinlər Əbu Bəkir radiyallahu anhun, sonra Əli radiyallahu anhunun əfsəl olduğuna və eləcə də Osman radiyallahu anhun, sonra Əli radiyallahu anhun əfsəl olduğuna icma ediblər. Və bu barədə də Peyğəmbər sallallahu aleyhi və səlləmin zamanında zikr edirdilər, danışırdılar və Peyğəmbər sallallahu aleyhi və səlləm də bunu eşidirdi, onlara inkar etmirdi. Necə ki, İbn Ömərin hədisində keçdiyi kimi. Bu da Ömər radiyallahu anhın öldürüləndən sonra bu ittifaqı Peyğəmbər sallallahu aleyhi və səlləmin 2 sahabəsi nəql edir. Osman radiyallahu anh, Əbu Bəkir və Ömər radiyallahu anh sonra əfsal olması Abdurrahman bin Avfdır. Sonra Abdullah bin Məsud radiyallahu anhə. Abdurrahman bin Avf Osman radiyallahu anhə Ömər radiyallahu anh ölümündən sonra beyyət etmək qissəsində buyurur ki, deyir ki, Əmmə bə'd, ya Ali, inni qad nəzartu fi əmrin nəs, fələm ərahum ya'dilunə bi Osman. Buyurur ki, o vaxtı Abdurrahman bin Avf radiyallahu anhu deyir ki, mənə 3 gün vaxt verin, mən bu məsələni mənə buraxın, xəlifə seçmək məsələsini Ömər radiyallahu anh ölümündən sonra mən inşallah seçəcəm və siz də razı qalacaqsınız. 3 gün yatmır, gecə gündüz gedir insanlardan soruşur, onun qapısını döyür, bunun qapısını döyür. Axırda deyir ki, Əli radiyallahu anh deyir ki, ey Əli, mən deyir, insanların bütün işinə baxdım və gördüm ki, onlar Osmandan neynəmirlər? Üz döndərmirlər. Onlar Osmandan üz döndərmirlər. Bundan qabaq artıq deyir, radiyallahu anhu Osman və Əli radiyallahu anh demişdi ki, əfətəcəlunə iləyyə vallahi alə əllə əlvan əftalikum. Onlar xəlifə seçməmişdən qabaq demişdi ki, bu işi mənə verin, yəni mən seçim, vallahi sizin ən əfsəlinizdən üz döndərməyəcəm. Yəni, ən əfsəlinizi nə qoyacam? Xəlifə seçəcəm. Ona görə də bütün insanları soruşur, müşavirə eləyir, görür ki, axırda nə deyir? Görür ki, Osman radiyallahu anhu ən əfsəldir. Yəni, insanlar o seçirlər. Eləcə də Abdullah bin Məsud radiyallahu anhu, Osman radiyallahu anh xəlifə seçiləndə deyir ki, əmmarnə xayrə mən bəqiyə. Ən xeyirli qalan insanı öz başımıza nə etdik? Əmir seçdi. Və İmam Əhməd rahimehullah buyurur ki, ləm yəkun beynə əshabi Rasulillah sallallahu aleyhi və səlləm ixtilafun innə Uthman əftal min aleyh. İmam Əhməd buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrinin arasında ixtilaf yox idi ki, Osmanın Əlidən üstün olması barəsində ixtilaf yox idi. Və eləcə də Şafi rahimehullah buyurur ki, məxtələfə əhədun minə sahabəti və təbiin fi tafdil Əbu Bəkr və Umar və təqdimihimə alə cəmiz sahabə. Buyurur ki, sahabə və tabinlərdən heç kim Əbu Bəkr və Ömərin ən birinci olmağına, yəni fəzilətdə birinci olmağına və bütün sahabələrdən üstün olmağına ixtilaf etmədilər. Heç kəs ixtilaf etməyib. Və innəmə ixtəlfə mən ixtəlfə minhum fi Aliyyum və Uthman. Lakin deyir, onlardan ixtilaf edən, yəni çox qısa ixtilaf olub, Osman radiyallahu anhu ilə Əli radiyallahu anhın arasındakı hansı əfsəldir? Buyurur ki, onlardan ixtilaf edən Osman və Əli barəsində ixtilaf etmişdir. Eləcə də Beyhəqi buyurur ki, bu İmam Şafi'nin bu sözünü zikrəndən sonra və ruvinə ən cəmaətin minət təbiin və ətbəhim nəhvə hədə və tabi və təbə təbinlərdən bu barədə bizə rəvayət olunar. Eləcə də Yahya bin Səid Qattan buyurur ki,
buyurur ki, mən ədraktu min əshabin nəbi sallallahu və təbiim ləm yəxtəlifu fi Əbri Bəkrin və Umar və fadlihimə innəmə kənəl ixtilaf fi Ali və Uthman. Deyir ki, Peyğəmbər sallallahu və sahabələrindən və tabinlərindən və tabinlərdən elə bir şəxsi deyir, görmədim ki, onlar Əbu Bəkir və Ömər barəsində ixtilaf etsinlər. Yalnız deyir, Əli ilə Osman barəsində ixtilaf ediblər. Əli ilə Osman barəsində ixtilaf ediblər ki, hansı əfsərdir? Yəni, bu barədə də olan ixtilaf çox elə bir ki, cüzi bir xilaf olub. O da onların hansı əfsərdir məsələsində olub. Yəni, xilafət məsələsində olmayıb. Yəni, Əhl-i-Sünnə və Cəma etiqad edir ki, birinci xilafə Əbu Bəkirdir, Ömərdir, Osmandır, Əlidir. Bu barədə ixtilaf olmayıb. Xilafətləri barəsində və xilafətin haqq olma barəsində. Yalnız cüzi ixtilaf olub nədir? İxtilaf olur ki, Əli radiyallahu anh əfsəldir, yoxsa Osman radiyallahu anh əfsəldir. Bu da sonunda Əhl-i-Sünnə və Cəma icması bərqərar olub ki, əfsər kimdir? Osman radiyallahu anhıdır. Əfsər Osman radiyallahu anhıdır. Necə ki, İbn Teymiyyə rahmanullah buyurur ki, mə'ənnə bə'də əhl-i-sünnəti kənu qəd ixtələfu fi Uthman və Ali radiyallahu anhumə bə'də ittifaqihim alə təqdimi Əbu Bəkir və Umar. İbn Teymiyyə rahmanullah buyurur ki, Əhl-i-Sünnə və Cəma deyir, Əbu Bəkirlə Ömər radiyallahu anhunun daha fəzilətli olduğuna iqrar edəndən sonra deyir, Osman radiyallahu anhu ilə Əli radiyallahu anh barəsində ixtilaf ediblər. Eyyuhumə afdal, hansı əfsəldir? Fəqəddəmə qovmin Uthman və səkətu və rabbəhu bi'ali. Bir qovm Osman radiyallahu təqdim edilir, dedilir, o daha əfsəldir və sustular və dedilər ki, 4-cü Əlidir radiyallahu anhudur və bir qovmdə Əli radiyallahu anh dedi əfsəldir və bir qovmdə neynədir? Demədi ki, hansı əfsəldir. Sonra deyir ki, ləkin istəqarra əmru əhl-i-sünnəti alə təqdim Uthman alə Ali. Lakin deyir, əhl-i-sünnə Osman radiyallahu anhunun Əli radiyallahu anhudan əfsəl olması barəsində olan icması nə oldu? İstiqrar etdi. Yəni, bərqərar oldu ki, Osman radiyallahu anhu Əli radiyallahu anhudan daha əfsəldir. Yəni, xəlifələrin Ömər radiyallahu anhu, Əbu Bəkir radiyallahu anhu, Ömər radiyallahu anhu, Osman radiyallahu anhu və Əli radiyallahu anhu bunların fəzilətin tərtibi elə bir ki, necə ki, əvvəldə zikr etdik, xəlifətdə olduğu tərtibi kimdir? Hansı birinci xəlifədirsə, o, ondan sonrakılardan nədir? Əfsəldir. Sonraki bir məsələ sahabilərin haqları barəsində. Yəni, sahabilərin bizim üzərimizdə olan haqqı nədir? Həqiqətən biz bilirik ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələri Peyğəmbər sallallahu aleyhi və səlləmə Allahın dinini insanlara çatdırmağına, təbliğ etməkdə kömək etdilər. Bu, o vaxta qədər davam etdi ki, hətta Allah subhanətə alanın köməyi gəldi, Məkkə fəth oldu və insanlar Allah subhanətə alanın dininə dəstə-dəstə gedilər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Allahın dinini təbliğ etdikdən sonra həyatdan köçdü. Artıq Allah subhanətə alə onun gözlərini nurlandırmışdı fəthlə, insanların dəstə-dəstə dinə girməsi ilə və Allahın dini ishar etməsi ilə. Və Peyğəmbər s.ə.v də bu vaxtı öz sahabələrindən razı idi. Onlar öz mallarını, canlarını Allah yoluna qoyduqlarına görə Peyğəmbər s.ə.v də öz sahabələrdən razı idi. Və eləcə də sahabələr Peyğəmbər s.ə.v-in həyatından sonra, vəfat etdikdən sonra bunun üzərində qaldılar. Riddə hərəkəti çıxdı, yəni insanların Peyğəmbər s.ə.v ölümündən sonra insanların bir neçəsi Ərəb yarımadasında dindən döndü. Sahabələr bu riddənin neynədilər? Qarşısını aldılar, dini yaydılar, ölkələri fəth elədilər, şərqdən və qərbdən. Və bununla birlikdə onlar cahili öyrədirdilər, azmış insanları doğru yola yönəldirdilər. Və onlardan hər birisi, hər bir sahabə bir ölkənin imamı
və alimə oldu. Onlar İslamın dirəyidirlər. Və onlar hidayət imamlardılar. Qaranlığın nurudurlar. Qaranlığın çırağıdırlar. İnsanlar onlarla qaranlıqda yol tapır. Və bu ümmətə ən nəsihət edənidirlər. Və əhkamlar barəsində, əhkamların dəlilləri barəsində ən elmlisi, Allahın dinində ən fəqihləri və elmdə ən dərin biliyə malik olanlardır. Onlardan elm yayıldı. Yəni, elmi kimlər yaydı? Sahabələr yaydılar. Və sahabələrin tələbələri ümmətin fəqihləri oldular. Onlardan kimisi Küveytdə qalırdı. Küfədə qalırdı. Kimisi Küfədə qalırdı. Əli radiyallahu anhına İbn Məsud kimi və kimisi Mədinədə qalırdı. Ömər radiyallahu anhu İbn Ömər radiyallahu oğlu Abdullah bin Ömər kimi və eləcə də Zeyd bin Səbit kimi və kimisi Bəsrədə qalırdı. Əbu Musa Əşari kimi və kimisi də Şamda qərar tutdu. Muaz bin Cəbəl kimi və Muaviyyə bin Əbi Sufyan kimi və kimisi də Məkkədə qərar tutdu. Abdullah bin Abbas kimi və kimisi də Misirdə qərar tutdu. Abdullah bin Əmr bin As kimi. Və bu ölkələrdən də, bu diyarlardan da elm bütün hər tərəfə yayıldı. Necə ki, İbn Qeym zikr edir. Və onlar özlərinin üzərinə düşən təbliğ borcunu yerinə yetirdilər. Hətta axırıncıları öz həyatını bitirənə qədər. Sonuncu sahabə bu həyatdan köçənə qədər, o da Əbu Tufeyl Amir bin Vəsilətil Leysidir. Ən axırıncı sahabə. Onlar özlərinin boyunlarına düşəni yerinə yetirdilər və artıq onlar özlərinin boyuna düşəni yerinə yetirdikdən sonra bu ümmətin boynunda onların haqqı qaldı. Onlar öz haqların, borcların, vaciblərin yerinə yetirdiyi yerdə nə qaldı? Onların haqqı ümmətin üzərində. Ona görə də hər kəsə lazımdır ki, sahabələrin haqqını bilsin ki, nə etsin? Sahabələrin haqqını versin, haqqını yerinə yetirsin. Əbu Bəkir Xəllər Rahimullah buyurur ki, Əxbərəni Abdülməlikül Meymuni. Abdülməlik Meymuni mənə xəbər vermişdir, deyir ki, Səmiqtu Harun bin Məruf yəqul. Harun bir mərufun belə dediyini eşitdim. Mə beynənə və beynə əshabi Muhammedin aleyhissələm illə xeyrun. Bizimlə Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələri arasında yalnız xeyir var. Qatəlu alə dinilləh əzzə və cəl. Allahın dininə görə döyüşdülər. Mə yənbəği həhunə illə şükru lilləh əzzə və cəl thumma li Muhammedin sallallahu aleyhi və səlləm thumma li əshabihi. Burada deyir, yalnız Allaha, sonra isə Muhammed sallallahu aleyhi və səlləmə, sonra da onun sahabələrinə şükür etmək lazımdır. Sonra inşallah, yəni bu haqları zikr edəcəyik, sahabələrin bizim boynumuzda olan haqları. Sahabələrin haqlarından birincisi qəlbin sahabələrə qarşı olan kin-kudurətdən, nifrətdən xali olmasıdır, boş olmasıdır. Yəni, heç bir şəxs səhabələrə qarşı qəlbində kin-kudurət, nifrət bəsləməməlidir. Bu barədə Allah Subhanahu taala buyurur ki, bu məsələ də Əhl-i Sünnənin usullarından biridir. Yəni, Əhl-i Sünnə və cəmaatın əsaslarındandır, dinin usullarındandır ki, sahabələrə qarşı qəlbdə kin-kudurət, nifrət bəslənilməməlidir. Allah Subhanahu taala bu barədə buyurur ki: "Vəllezîne câ'u min ba'dihim yəqulûne Rabbena ighfir lana və li ikhwaninellezîne sebaqûna bil īman." Onlardan sonra gələnlər deyərlər ki, ey Rəbbimiz, bizi və bizi imanda keçən qardaşlarımızı bağışla. Və la tec'al fi qulubina ghillan lillezîne âmenû. Bizim qəlbimizdə iman gətirənlərə qarşı kin-kudurət, nifrət qoyma. Rabbənə innəkə raufur rahim. Ey Rəbbimiz, həqiqətən sən rauf və rəhimsən. Şövkəni rahimullah
bu ayənin təfsirində buyurur ki, فَيَدْخُلُ فِي ذَلِكَ الصَّحَابَةُ دُخُولًا أَوَّلِيًا. Yəni, bu ayəyə ən birincidir, sahabələr daxildir. Nə üçündür? لِكَوْنِهُمْ أَشْرَفُ الْمُؤْمِنِينَ. Çünki onlar möminlərin ən şərəfliləridir. وَلِكَوْنِ السِّيَاقِ فِيهِمْ. Çünki ayənin dəlaləti onlara dəlalət edir. Ayə onlar barəsindədir. Çünki Allah Subhanahu taala həmin ayədən öncə buyurur ki, لِلْفُقَرَاءِ الْمُهَاجِرِينَ الَّذِينَ أُخْرِجُوا مِنْ دِيَارِهِمْ وَأَمْوَالِهِمْ يَبْتَغُونَ فَضْلًا مِنَ اللَّهِ وَرِضْوَانًا وَيَنْصُرُونَ اللَّهَ وَرَسُولَهُ أُولَٰئِكَ هُمُ الصَّادِقُونَ. Allah Teala buyurur ki, qənimət həmçinin yurdularından qovulmuş və mallarından məhrum olmuş yoxsul mühacirlərə məxsusdur. أُولَٰئِكَ هُمُ الصَّادِقُونَ. Onlardır sadiqlər. Doğru olanlar onlardır. Və sonra buyurur ki, وَالَّذِينَ تَبَوَّأُوا الدَّارَ وَالْإِيمَانَ مِنْ قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هَاجَرَ إِلَيْهِمْ وَلَا يَجِدُونَ فِي صُدُورِهِمْ حَاجَةً مِمَّا أُوتُوا وَيُؤْثِرُونَ عَلَى أَنفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ. Sonra Allah Subhanahu taala buyurur ki, muhacirlərdən əvvəl Mədinədə yurt salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir. Onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapmışlar. Allah Subhanahu taala bu ayələrdə, öncəki ayələrdə mühacir və ənsarları zikr edir. Ondan sonra deyir ki, وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ. Onlardan sonra gələnlər nə deyirlər? Rabbənə xfir lənə və lə ixvanənə ləzinə səbəqunə bil iman. Ey Rəbbimiz, bizi və bizi imanda keçən qardaşlarımızı bağışla və bizim qəlbimizə iman gətirənlərə qarşı kin-kudurət nə etmə, yaratma. Və ona görə də Rahimullah buyurur ki, bu ayəyə ən birinci kimlər aiddir? Sahabələr aiddir. Və sonra buyurur ki, فَإِنْ وُجِدَ فِي قَلْبِهِ غِلًّا لَهُمْ أَجَرٍ. Bir nəfərin qəlbində onlara qarşı kin-kudurət, həsəd olarsa, fəqad əsabəhu nəzğun minəş-şeytan. Artıq ona şeytandan bir vəsvəsə toxunmuşdur. Və həllə bihi nasibun vafirun min isyanilləhi bi'ədavəti əvliyəhi və xeyri ümməti Nəbiyyə sallallahu aleyhi və sələm. Və deyir, Peyğəmbərin ən xeyirli ümmətinə və Allahın evliyalarına düşmənçilik etdiyi üçün, o Allaha asi olmuşdur. Və fətəhə ləhu bəbun minəl xuzlən yəfid bihi alə nəri cəhənnəm. Və onun üçün artıq xuzlən, xəsarət qapısı açılmışdır. O həmin qapı ilə hara girər? Cəhənnəmə düşmüş olur. İlləm yətədərək nəfsəhu billucu iləllahi subhanahu vəl-istiğathəti bihi بأن ينزع عن قلبه ما طرقه من الغل لخير القرون وأشرف هذه الأمة. Yalnız deyir, əgər deyir, Allaha bu ümmətin ən şərəfli insanları və ən xeyirli nəsil üçün qəlbində olan həsədi aparması üçün Allaha qayıdıb və Allahdan kömək diləməzsə deyir, nə olar o? Axırda deyir, cəhənnəmə düşər. Necə ki, zikr edir. Və eləcə də Şeyxülislam İbn Teymiyyə buyurur ki, min usuli əhl-i sünnəti vəl-cəmaə sələmətu qulubihim və əlsinətihim li əshabi Rasulillah sallallahu aleyhi və səlləm. Əhl-i sünnə və cəmaatın əsaslarındandır ki, onların qəlbləri və dilləri Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrinə qarşı nədir? Salamətdir. Kəmə vəsəfəhumullah bihi fi qavlihi ta'ala. Necə ki, Allah Teala onları öz sözündə vəsf etmişdir. Allah Teala buyurur ki, وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَ بِالْإِيمَانِ. Onlardan sonra gələnlər deyərlər ki, ey Rəbbimiz, bizi və bizi imanda keçən qardaşlarımızı bağışla. وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا. İman gətirənlərə qarşı bizim qəlblərimizdə kin-kudurət, həsəd yaratma. Rabbana innaka raufun rahim. Ey Rəbbimiz, sən rauf və rahimsən. Həşr surəsinin 10-cu ayəsi. Müsəlman bir şəxs, əgər Allah Subhanahu taala'nın kitabına, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsinə iman gətiribsə, o həmin ayələri oxuyursa, sahabələri səna edən,
Allah Subhanahu taala sahabələri tərifləməsi. Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisləri hansı ki, həmin hədislərdə sahabələri tərifləyir. O insanın qəlbində necə sahabələrə qarşı kin, kudurət, necə həsəd qala bilər. Kitab və sünnəyə iman gətirməkdəndir ki, əgər insan həqiqətən kitab və sünnəyə iman gətirərsə, oradakı ayələri, sahabələrin fəzilətinə dair və Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərin oxuduqca onun qəlbində nə olar? Sahabələrə qarşı nəinki nifrət, kin, kudurət gedər, əksinə nə eləyər? Sahabələrə qarşı sevgi oyanar. Necə ki, inşallah gələn haqlarında sahabələrin üzərimizdə olan haqlarını zikr edəcəyik. İkinci haqq, Əhl-i Sünnə və Cəmaatın əsaslarından biri odur ki, sahabələrin arasında baş verən məsələlərdə, sahabələrin arasında nə baş veribsə, o barədə susmaq. O barədə susmaq və dilləri onlara tən edəcək şeylərdən qorumaq. Sahabələrin arasında baş verən şeylər barəsində susuruq və dillərimizi də onlara tən edəcək şeylərdən nə edirik? Qoruyuruq. Onlara tən edəcək şeyləri zikr etmirik. Əgər fikir versə, bu haqda iki haqq var. Birincisi nədir? Birincisi, sahabələr arasında baş verən şeylər barəsində nə? Susmaq. İkincisi, dil qorumaq. Onlara tən edəcək şeylərdən, onları naqisləşdirəcək şeylərdən dilləri təmizləmək. Nə üçün? Çünki ikinciyə aparıb gətirib çıxardan şey nədir? Birincidir. Yəni, sahabələrin arasında baş verən şeylərə girişmək, onları araşdırmaq, o şeylərə elmsiz daxil olmaq insanı nəyə gətirib çıxardır? Gətirib sahabələri tən eləməyə gətirib çıxardır. Onları barəsində pis tanışmağa gətirib çıxardır. Və iki şey də nədir? Olmaz, qadağandır. Əhl-i Sünnə və Cəmaat və Sələf Salih bu barəsində artıq öz əqidə kitablarında zikr edirlər. Bu məsələni. Əhl-i Sünnə və Cəmaat, Sələf Salih bu məsələni, yəni sahabələrin arasında baş verən şeylər barəsində susmağı və dilləri onlara tən edəcək şeylərdən, onları yaralayacaq şeylərdən, onları naqisləşdirəcək şeydən qorumağı öz etiqad kitablarında zikr edirlər. Əbu Osman Sabuni rahimullah hədis əhlinin etiqadının bəyanı barəsində buyurur ki, وَيَرَوْنَ الْكَفَّ عَمَّا شَجَرَ بَيْنَ أَصْحَابِ رَسُولِ اللّٰهِ sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələri arasında baş verən şeylərdən çəkinməyi görürlər. Yəni, Əhl-i Sünnə və Cəmaatın etiqadındadır ki, sahabələrin arasında baş verən şeylərdən nə edirlər? Çəkinirlər. وَتَثِيرُ الْأَلْسِنَةِ عَنْ ذِكْرِ مَا يَتَدَمَّنُ عَيْبًا لَهُمْ وَنَقْصًا فِيهِمْ. Və deyir, öz dillərini onlara eyb edəcək şeylərdən və naqisləşdirəcək şeylərdən nə edirlər? Təmizləyərlər, qoruyarlar. Görürsən, ikisini də bir yerdə zikr etdi. Birinci deyir, onların arasında baş verən şeylərə girişmirlər. İkinci də dillərini onları naqisləşdirəcək və yaxud ayıb edəcək şeylərdən nə edirlər? Qoruyurlar. Eləcə də Muvaffaq İbn Qudam rahimullah Əhl-i Sünnə və Cəmaatın etiqadı barəsində buyurur ki, وَالْكَفُّ عَنْ ذِكْرِ مَسَاوِيهِمْ وَمَا شَجَرَ بَيْنَهُمْ. Onların, yəni günahlarını zikr etmək, onların etdiyi şeyləri zikr etmək və aralarında baş verən şeyləri zikr etməkdən çəkinmək Əhl-i Sünnə və Cəmaatın etiqadındandır. Yəni, onların günahlarını, məsəvilərini zikr etməkdən çəkinmək və eləcə də aralarında baş verən şeyləri zikr etməkdən çəkinmək nədir? Əhl-i Sünnə və Cəmaatın əqidəsindəndir. Eləcə də İmam Nəvəvi rahimullah buyurur ki, deyir ki, وَأَنَمْ أَنَّ سَبَّ الصَّحَابَةِ رَضِيَ اللّٰهِ عَنْهُ حَرَامٌ مِنْ فَوَاحِشِ الْمُحَرَّمَةِ. Bil ki, deyir, sahabələri söymək haramdır. Ən pis nəydəndir? Ən pis haramlardandır. Ən çirkindir, haramlardandır. Səvən mən ləbəsəl fitnətə minhum və qeyruhu. Fərqi yoxdur ki, onlardan fitnəyə girənlərdən olsun və istəyir qeyrisi olsun. لِأَنَّهُمْ مُشْتَهِدُونَ فِي تِلْكَ الْحُرُوبِ مُتَأَوِّلٌ. Çünki deyir, sahabilər öz aralarında baş verən döyüşlərdə müştəhiddirlər, iştihad etmişlər və təvil etmişdilər.
mütəəvvilin və təvil etmişlər. Nəvə bunu Müslimin şərhində buyurur. Və Şeyxülislam İbn Teymiyyə rahimullah Əhl-i Sünnə və Cəmaatın etiqadını bəyan edəndə buyurur ki, və yumsikuna amma şəcərə beynəs sahabə və sahabələrin arasında baş verən şeyləri nə edirlər? Zikr etmirlər. Ondan çəkinirlər. Sahabələrin arasında baş verən şeylərdən. Və Zədə Zəhəbi rahimullah buyurur ki, وَقَدْ كَانَ بَيْنَ الطَّائِفَةً مِنْ أَهْلِ الصِّفِّينَ مَا هُوَ أَبْلَغُ مِنَ السَّبْ İki taifədən, yəni Əli radiyallahu anhdan, Muavir radiyallahu anh, onların arasında deyir, söyüşdən də artıq şiddətli bir şey olmuşdur. O da nədir? Seyf. Qılıncdır. Fə insahhə şeyin. Əgər bir şey səhihdirsə, onlar barəsində rəvayət onlara səhihdirsə, fəsəbinuna bizim işimiz nədir bu barədə? Bizim işimiz nədir? Yəni, onlar barəsində varid olub, söyüşdən də artıq şey. Yəni, varid olub ki, Əli radiyallahu anhla, Muavir radiyallahu anh, Mərəkət-ü Sıffin, Sıffin döyüşündə sahabələrin arasında nə olub? Fitnə olub. Söyüşdən də deyir, bu nədir? Şiddətlidir. O da nədir? Deyir, qılınc. Əgər deyir, səhihdirsə bu da deyir. Fəsəbinuna bizim yolumuz nədir? Biz nə etməliyik bu məsələlərə görə, sahabələrin arasında baş verən şeylərə münasibətimiz nə olmalıdır? Əl-kəfu vəl-istiğfaru lis-sahabə. Biz bu barədə deyir, danışmamalıyıq, tutunmalıyıq, çəkinməliyik və sahabələr üçün bağışlanma diləməliyik, istiğfar etməliyik. وَلَا نُحِبُّ مَا شَجَرَ بَيْنَهُمْ Onların arasında baş verən şeyləri sevmirik və nə'udhu billah minhu və ondan da Allaha sığınırıq. Eləcə də Seyyid Rahimullah buyurur ki, وَنُمْسِكُ عَمَّا شَجَرَ بَيْنَهُمْ Sahabələrin arasında baş verən şeylərdən nə edirik, çəkinirik, onları danışmırıq. Artıq əgər fikir versək, yəni bu əsası sahabələrin arasında baş verən şeyləri danışmamaq, ona toxunmamaq məsələsinin Əhl-i Sünnə və Cəmaatın imamları öz əqidə kitablarında zikr ediblər. Bunu biliblər, başa düşüblər və əqidə kitablarında zikr ediblər imamlar. Necə ki, zikr olundu, necə əqidə kitabları İbn Teymiyyədir, Sabunidir, İbn Qudamədir, hamısı əqidə kitablarıdır və bu məsələni də nəydə zikr ediblər? Əqidə kitablarında zikr ediblər. Bunun da səbəbi var ki, bunu nə üçün əqidə kitabında zikr ediblər bu məsələni? Sahabələrin arasında baş verən şeyə girişməmək, ondan çəkinmək. Çünki sahabələrə arasında baş verən şeyə girişmək, sahabələrin arasında baş verən şeyə girişmək gətirib nəyə çıxardır? Gətirir sahabələrə tən eləməyə çıxardır. Gətirir sahabələrə tən etməyə çıxardır. Həmin insan da tən etmək də sahabələr tək onların şəxsiyyətlərində qalmır. Tək sahabələrə tən eləyən, sahabəyə tən eləyən tək sahabənin şəxsiyyətində qalmır. Tək elə bir ki, sahabənin şəxsiyyətinə tən eləmir. Əksinə bunun pis nəticələri var. Yəni, sahabələrə tən etməyin pis nəticələri var, hansı ki, Allahın dininə qayıdır və dini təbliğ edənə qayıdır. Peyğəmbər sallallahu aleyhi və səlləmə. Və bu tərəfdən də sahabələr barəsində, sahabələrin arasında olan məsələlərə girişməyin nə qədər təhlükəli olması nədir bilinir, bu tərəfdən bilinir. Ona görə də Şeyxülislam İbn Teymiyyə buyurur ki, Əl-qathu fi xeyrül qurun əlləzinə sahabur Rasul sallallahu aleyhi və səlləm qathun fi Rasul aleyhissələm. İbn Teymiyyə rahimullah buyurur ki, ən xeyrli ümmətə, ən xeyirli nəslə, hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə dostluq ediblər, Peyğəmbər sallallahu aleyhi və səlləmə sahabələri olublar, onlara tən etmək, Peyğəmbər sallallahu aleyhi və səlləmin özünə tən etməkdir. Onlara tən etməkdir, Peyğəmbər sallallahu aleyhi və səlləmin özünə tən etməkdir. Necə ki, İmam Məlik və ondan başqa imamlar buyurublar ki, Həuləi ta'anu fi ashabi Rasulillah sallallahu aleyhi və səlləm innəmə ta'anu fi ashabihi liyəquləl qail deyir, bunlar deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrinə tən etdilər. Nə üçün tən etdilər deyir? Ona görə tən etdilər ki, deyən desin ki, racunun su kənə ləhu əshabun su.
Desinlər ki, pis kişi idi, sahabələri də pis idi. وَلَوْ كَانَ رَجُلًا صَالِحًا لَكَانَ أَصْحَابُهُ صَالِحٍ. Əgər salih kişi olsaydı, sahabələr də nə olardı? Salih olardı. Yəni, əsas məqsəd, əsas qəsd nədir? Sahabələri təyin etməklə Peyğəmbər sallallahu aleyhi və səlləmə təyin olunur. Əgər fikir versək, görsək ki, yəni sahabələrə təyin edən, ümumiyyətlə, sahabələr bizimlə Peyğəmbər sallallahu aleyhi və səlləmin arasında olan nədir? Vasitədir. Vasitədir ki, biz Peyğəmbər sallallahu aleyhi və səlləmə sahabələr tərəfindən gedib çatırıq. Eləcə də bu dini bizə yayan kimlərdir? Sahabələrdir. Allahın kitabını cəm eləyən kimlərdir? Sahabələrdir. Dini yox eləməkdən ötürü, dini batıl saymaqdan ötürü kimə təyin elədilər? Dinin daşıyıcılarına. Ona görə görsən bir hədis yoxdur. Nə üçün? Peyğəmbər sallallahu aleyhi və səlləmə hədisində deyir ki, yox, filan kəs deyil, sahabədir, kafir olub Peyğəmbərdən sonra. Yəni, birdən-birə çıxıb desəydilər ki, Peyğəmbərin hədisini qəbul eləmirik və yaxud birdən-birə çıxıb desəydilər ki, Quran təhrif olunub, Quranda naqislik var. Hətta rafizlər nə deyirlər? Rafizlər deyirlər ki, Quran nədir? Quranda naqislik var. Neçə ayələri var ki, məsələn, Allah subhanətə deyir ki, əyyuhər Rasulü bəlləğ mən unzilə iləykə min Rabbik, deyirlər ki, orada var idi ki, bəlləğ mən unzilə iləykə min Rabbikə fi Ali. Ey elçi, sənə Əli barədə Rəbbinin nazir etdiyini təbliğ elə. Amma deyir, nə oldu? Deyir, sahabilər deyir, o sildilər. Əhl-i beytə aid olan ayələri. Deyir, ələm nəşraq ləkə sadrak. Deyir, var idi ki, vəcəənnə aliyyan sihrak. Deyir, sənin deyir, köksünü açıb genişləndirmədi kimi və əlini sənin kürəkənin etmədiyimi, deyir, sahabələr o çıxardırlar, deyir. Nə edirlər? Quran-ı naqisləşdirirlər. Yəni, bütün bu sözləri nə səbəb oldu onların gəlib deməyi belə? Birdən-birə çıxıb deyə bilməzdilər o. Hamısı bu məsələ. Sahabələr təyin edilər. Dedilər ki, nədir sahabələr? Peyğəmbər sallallahu aleyhi və səlləm sonra kafir oldular. Bir-birinə döyüşdürdülər. Xəlifətdə, nə bilim, filan kəsə zülm etdilər. Axırda nə oldu? Əgər sahabələr kafirdirsə, pis idilərsə nədir? Deməli, Quranı da cəm eləmələri nədir? Quranı da deməli, kafir oldularsa, Quranda da naqislik olar. Çünki Quranı kim yığıb, cəm eləyib? Sahabilər cəm edib. Eləcə də Peyğəmbər s.ə.v sünnəsinə də təyin olundu. Nə üçün? Görürsən, həm Allaha, həm dininə, həm Peyğəmbərinə nədir? Sahabələr təyin etmək gətirir, nələrə aparıb çıxardır. Ona görə də əhl-i sünnə və cəma bu məsələni əqidə kitablarında zikr edir. Sahabələrin arasında baş verən şeylərə girişməmək və dili qorumaq. Sahabələri naqisləşdirəcək şeydən qorumaq. Ümumiyyətlə, bidət əhlinin hamısını görsən ki, halı budur. Əgər birinci insanlarla elm əhlinin arasını kəsir, elm əhlini təyin edir. Belədir, elədir, filan kəs belədir, filan kəs elədir, filan kəs belədir, elədir. Sonra öz istədiyin, bəs necə çatdıra bilər? Cəmaət qulaq asmıraq ona, elm əhlinə qulaq asır. Birinci elm əhlini pisləyir, başlayır ayıbları araşdırmağa, ayıbları o qulaq asır, buna sabahdan axşama qədər filan kəsin oturub kasetinə qulaq asır ki, bir dənə səhv tutsun. Bir dənə səhv tutsa bütün cəmaata yayır. Filan kəs belə edib, filan kəs belə xata edib. Xatasız, səhvsiz insan yoxdur. Ondan sonra cəmaatın gözündən düşdü mü elm əhli, sonra başlayır öz əqidəsini nə eləməyə? Yeritməyə. Bu da rafizlərin üslubudur, rafizlərin yoludur. Sahabiləri gözdən saldılar, təkfir elədilər, sonra nə elədilər? Sonra öz əqidələrini yeritdilər. Rafizlərin və rafizlərə bənzərləri. Eləcə İbn Əbil-İz Hənəfi rəhməllah buyurur ki, وَلَا شَكَّ أَنَّهُ يَتَدَرَّقُ مِنْ سَبِّ السَّحَابَةِ إِلَى سَبِّ أَهْلِ الْبَيْتِ ثُمَّ إِلَى سَبِّ الرَّسُولِ sallallahu aleyhi ve sellem. İbn Əbil-İz Tahaviyən şərhində buyurur ki, şək yoxdur ki, sahabələri söyməkdən sonra deyir, insan artıq ondan sonra deyir, əhl-i beyti söyməyə keçir və əhl-i beyti söyəndən sonra da nəyə keçir? Peyğəmbər sallallahu aleyhi və səlləmi söyməyə keçir. Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrini söyənlər və yaxud Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrinə təyin edənlərin halı iki şeydən qırağa çıxmır. Birincisi, sahabələri söyməyin, sahabələri təyin etməyin icazəli olduğuna etiqad edir. Bu da kimdir? Bu bidətçidir, azmış bidətçidir, qeyri azanlar kimi. İkinci şəxs isə
sahabələrin yəni söyməyi, tən etməyi haram bilir və bununla yaraşı neynir? Sahabələr tən edir. Bu da nədir? Bu da zülmdür. Elə bir ki, başqasını söymiş və başqasını qeybət etmiş kimidir. Necə ki, Şeyxülislam İbn Teymiyyə vurur. Ancaq bu şəxsin zülmü və bu şəxsin qeybəti başqasının zülmündən və qeybətindən daha şiddətlidir, daha böyükdür. Çünki, nə üçün? Çünki həmin şəxs dini bizə çatdıran şəxslərə nə edir? Tən edir. Və Peyğəmbər sallallahu aleyhi ve səlləmdən təbliğ edən şəxsləri nə edir? Tən edir. Və onlara tən edən hər şəxs əslində kimə təbliğ tən etmiş olur? İslam dininə tən etmiş olur. Çünki dini bizə çatdıran nədir? Onlarla. Və hər iki tərəfə də vacibdir ki, istəyir bidətçi olsun, sahabələrini söyməyə etiqad edən və istəyir zalim şəxsi olsun, Allah subhanahu taala tövbə etsinlər. Kim Allah subhanahu taala tövbə edərsə, Allah subhanahu taala onun tövbəsini qəbul eləyər. Və kim ki deyirsə ki, sahabələri söyənin tövbəsi qəbul deyir, bu xatadır. Allah subhanahu taala'nın sözünə görə Allah subhanahu taala buyurur ki: "Qul ya ibadiyellezine asrafu ala anfusihim la taqnatu min rahmetillah." De ki, ey öz nəfslərinə zülm edən qullarım, Allahın rəhmətindən ümidinizi üzməyin. İnnallaha yaghfiru zunuba cemiyan. Həqiqətən Allah bütün günahları bağışlayır. İnnehu huvel-gafurur rahim. Həqiqətən o qafurdur və rəhimdir. Şunların günahları bağışlayandır, üstün örtəndir və rəhimlidir. Və sahabələri söyənin tövbəsinin qəbul olması sələf salihin qövlüdür. Necə ki, bunu İbn Teymiyyə rahimullah onlardan zikr edir fətavada. Amma Peyğəmbər sallallahu aleyhi və səlləmdən gələn hədis ki, buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm "Sabbu sahabəti zənbun la yuxfar." Sahabələrimi söymək elə bir günahdır ki, o bağışlanmır. Şeyxülislam bu barədə buyurur ki, hədisin batıl. Hədis batil hədisdir. Ləm yervihi əhədun min əhlil ilm. İlm əhlindən heç bir şəxs həmin hədisi rəvayət etməmişdir. Və ləv quddirə səhhətəhu fəl-murad bihi mən ləm yətub. Əgər səhihdirsə, yəni əgər səhih olsa belə, bu o deməkdir ki, əgər kim tövbə etməzsə, əgər desək ki, səhihdir, yəni təqdir etsək ki, səhihdir, bu kimə aiddir? Tövbə etməyənə aiddir. فَإِنَّ اللّٰهَ يَخْذُ حَقَّ صَحَبَةِ مِنْهُمْ. Allah Teala ondan sahabələrin haqqını götürəcək. Əgər, yəni, başda nədir? Bildik ki, sahabələrin arasında baş verən şeylərə girmirik və dilimizi də qoruyuruq. Yəni, bunu bildikdən sonra sahabələrin arasında baş verən şeylərə və onlardan gələn əsərlərlə bizim müamiləmiz necə olmalıdır? Yəni, sahabələr barəsində əsərlər gəlib. Sahabələrin aralarında baş verən şeylər barəsində əsərlər gəlib. Həmin əsərlərlə bizim müamiləmiz necə olmalıdır? Hansı ki, sələf salihin yoludur. Yəni, sahabələr barəsində varid olan əsərlər 3 cürədir. Yəni, 3 şeydən qırağa çıxmır. Onların arasında baş verən, həm də sahabələr barəsində baş verən şeylər. Birincisi, bu rəvayətlər uydurma rəvayətlərdir. Əsası olmayan nədir? Rəvayətlərdir. Bu rəvayətləri fitnə və zalət əhli yayır. Hər əsrdə və hər yerdə. Və həmin şeyləri ixtira edirlər, uydururlar ki, fitnə nə olsun, fitnə yayırsın. Birinci nədir? Sahabələrdən varid olan rəvayətlər uydurma rəvayətlərdir. Çoxunun əsli yoxdur. Əsası yoxdur. Hansı ki, fitnə əhli qorub o. Fitnə əhli fitnə qaldırmaqdan ötürü qorub. İkinci rəvayətlər, yəni rəvayətlərin əsli var, əsası var. Amma rəvayətlərdə nəsə artırılıb və yaxud nəsə azalıb. Nəsə artırıblar və yaxud nəsə naqisləşdiriblər. Və rəvayəti elə bir ki, dəyişdiriblər, çeviriblər. Hətta onlara tənə gətirib çıxır. Onların pisliyinə dəalət eləsin deyə. Yəni, rəvayət səhihdir,
onların pisliyinə dəlalət etmir, zəmminə dəlalət etmir. Yəni, ya artırıblar, azaldıblar və yaxud nə ediblər, fırladıblar, gətiriblər ki, sahabələrin nəyinə dəlalət etsin? Səhabələrə tənə dəlalət etsin. Əgər həmin rivayətlərdən zəif şeyləri çıxarsaq, artıqları çıxarsaq və yaxud naqislikləri doldursaq, xəbər bizə gəlib çatdığı kimi səhih şəkildə, yəni xəbəri səhih şəkildə götürsək, onların nəyinə dəlalət etməz? Sahabələrin təninə dəlalət etməz, zəmminə dəlalət etməz. Yəni, birinci məsələ uydurma əsərlərdir, sahabələrdən gələn məsələ. Ona görə də bir nəfər sahabələr varsa, nəsə deyəndə baxmaq lazımdır. Uydurmadır, bidət zəlalət əhlə olur. İkincisi, həmin əsərlərin əsası var. Amma nədir? Ya artırıblar, ya azaldıblar, ya da ki, çeviriblər ki, onlara nə dəlalət etsin, onlara tənə dəlalət etsin. Bu da əgər o artırmalardan çıxartsaq oradan, artırmaları, səhih rivayət qalsa, onların zəmminə və onlara tənə dəlalət etmir. Üçüncüsü səhih. Səhih, onlardan gələn səhih şeylərdə də onlar burada üzürlüdürlər. Sahabələr arasında varid olan şeylər səhihdirsə, biz etiqad etməliyik ki, bizim müamiləmiz nədir? Onlar üzürlüdürlər. Nə üçün? Çünki onlar müştəhiddirlər. Müştəhiddirlər və müştəhid də nədir? Hökmü nədir? Savab qalır. Ya müştəhiddir, doğru iştihad eləyib, buna nə var? 2 savab var. Ya da müştəhiddir, iştihad edib, xata iştihad edib, buna da nə var? 1 savab var, xatası da nədir? Bağışlanır. Ona görə də, yəni bu barədə Nəvəvi Rahimullah gözəl bir təfsilat verir. Yəni, sahabilərin arasında baş verən hərb barəsində, döyüş barəsində gözəl bir təfsilat verib. Buyurur ki, وَأَمَّا الْحُرُوبُ الَّتِي جَرَتْ فَكَانَتْ لِكُلِّ طَائِفَةٍ شُبْهَةٌ اَعْتَدَقَتْ تَصْفِيبِ نَفْسِهَا بِسَبَبِهَا. Sahabələrin aralarında baş verəndir, hərbilərdə, döyüşlərdə hər bir tayfanın, hər bir tərəfindir, özünün şübhəsi var idi. Həmin şübhə ilədir, özünün düz yolda olmağını etiqad etdi. Özünün bir dəlili var idi, şübhəsi var idi və həmin şübhə ilədir, özünün düz yolda olduğunu etiqad etdi. Və kulluhum udulun. Onların hamısı deyir adildilər. Sahabələrin hamısı adildir. Və mütəəvvülunə fi hurubihim və qeyrihə. Öz hərblərində, döyüşlərində və başqa şeylərdə təvil əhədilər. Və ləm yaxruc şey'un min zəlikə əhədən minhum anil ədələ. Bu şeylərdən, yəni onların iştihad etmələri, təvil etmələri onların heç birini adillikdən çıxartmamışdır. Ləənnəhum müştəhidun. Çünki onlar müştəhiddirlər. İxtələfu fi məsail min məsailil iştihad. Çünki onlar müştəhiddirlər. Yəni, iştihadi məsələlərdən birində iştihad ediblər. Kəmə yəxtəlful müştəhidunə bə'dəhum fi məsailin minid-dimə və qeyrihə. Necə ki, onlardan sonra ona müştəhidlər başqa məsələlərdə, istəyir qan məsələlərində olsun, istəyir başqa məsələlərdə olsun, iştihad edirlər. Onlar da nədir? İştihad ediblər. Və lə yazəm min zəlikə nəqsu əhədin minhum. Yəni, onların iştihad etməsi onların naqisliyinə nə etmir? Dəlalət etmir. Nə üçün? Çünki onlar iştihadlar. Həmin necə ki buyurur Rahimullah, sonra buyurur ki, وَعْلَمْ أَنَّ سَبَبَ تِلْكَ الْحُرُوب أَنَّ الْقَدَايَ كَانَتْ مُشْتَبِهَ. Deyək ki, bil ki, gözəl qayda zikr eləyir sahabələr barəsində. Bil ki, deyir, həmin döyüşlərin səbəbi o idi ki, işlər qarma-qaçıq idi, müştəbihə idi, deyir. فَلِشِدَّةِ اِشْتِبَاهِهَا اِخْتَلَفَ اِشْتِهَادُهُمْ. Qarma-qarışıqlığın şiddətinə görə də onların iştihadları deyir, müxtəlif oldu. Fəsaru thələthətə əqsam və sahabələr 3 qismə bölündülər. Aralarında baş verən hərbdə. Muaviyyə radiyallahu anh, Əli radiyallahu anh arasında. Deyir, qismun zahara ləhum bil iştihad ennəl haqq fi hədət taraf. Bir qisim iştihad elədi, dəlillərin götürdü
və onda ictihadla bəyan oldu ki, haqq bu tərəfdədir. İctihad elədi, gördü ki, haqq bu tərəfdədir. Və ənə müxalifəhu bəğin və buna da deyir, müxalif olan nədir? Həddə aşıb. Buna bəğ eləyib, həddə aşıb. İctihad edir, görür ki, məsələn, bu qardaş haqq üzərindədir, sən də bu qardaşa qarşısan və etiqad edir ki, sən buna qarşı nə etmisən? Zülm etmisən, həddi aşmısan. Fəvəcəbə aleyhim nusratuhu və qitalul bəği aleyhi fīmə i'tiqaduhu. Və həmin zaman deyir, sənə onlara vacib olur ki, ictihadına görə buna kömək etsin. Kim ki düz yoldadır, ona kömək etsin və ona qarşı həddi aşana qarşı nə etsin? Ona qarşı, həddi aşana qarşı döyüşsün. Etiqad etdiyinə görə. Çünki ictihad edib, görüb ki, bu kişi düzdür, bu birisi ona qarşı həddi aşıb və ona da vacib olur ki, buna kömək etsin, bundan döyüşsün ona qarşı. Fəfə'lu zəlik və belə də etdilər, deyir. وَلَمْ يَكُنْ يَحِلُّ لِمَنْ هَذِهِ الصِّفَةُ التَّأَخُّرُ عَنْ مُسَاعَدَةِ إِمَامِ الْعَدْلِ فِي قِتَالِ الْبُغَاةِ فِي اِعْتِقَادِهِ. وَلَمْ يَكُنْ يَحِلُّ لِمَنْ هَذِهِ الصِّفَةُ. Bu sifəti olan bu şəxsə deyir, yəni bilən ki, bu imam adildir, o birisi buna qarşı həddi aşıb deyir, ona halal deyil ki, imamı köməksiz buraxsın və ona kömək etməsin. Etiqad etdiyinə görə ki, bu imam nədir? Adildir, o birisi buna qarşı zülm edib. Onun etiqadına görə, ictihadına görə halal deyil ki, o otursun, bu köməksiz buraxsın. Ona görə də etiqad elədi, ictihad elədi, ictihadında gördü ki, bu düz yoldadır. Və o birisi buna qarşı həddi aşıb və həmin etiqadının ictihadına görə və etiqadına görə ona vacib olsun ki, buna kömək etsin. Bununla bir yerdə döyüşsün o birisinə qarşı. Və qismun əksu həhulə deyir. İkinci qism bunların əksi oldu. Zahara ləhum bil ictihad ennəl haqqa fit tarafil əxar. O birisi bir qism ictihad elədi və ictihadla ona belə zahir oldu ki, haqq bu tərəfdədir. Bu birisi tərəfdədir. Fəvəcəbə aleyhim müsaadətuhu və qitalul bəği aleyhi. Və ictihad etdiyinə görə də bu şəxsə də vacib oldu ki, bu birisinə kömək etsin və ona qarşı həddi aşana qarşı nə etsin? Döyüşsün. Demək, ikisi də ictihad edir. Bu da ictihad elədi, gördü ki, haqq bundadır, bununla bir yerdə o birisinə qarşı döyüşdü. Bu ictihad elədi, gördü ki, haqq bundadır, bununla o birisinə qarşı nə etdi? Döyüşdü. Bu iki qism idi. Üçüncü qism isə qarama-qarışıq qaldı məsələlər. Onlara məsələ qarama-qarışıq qaldı. Deyir, və qismun thəlis iştəbəhədə aleyhimul qadiyyə. Məsələ qarama-qarışıq qaldı. Və təhayyəru fiyhə. Orada həmin məsələdə çaşbaş qaldılar. Və ləm yəzhəru ləhum tərcihu əhzət tarəfin. İctihad elədilər, bilmədilər. Onlara hansı tərəfin daha düzgün olduğu, daha razı olduğu zahir olmadı. Bilmədi ki, bu zahirdir, bu haqq üzərindədir, yoxsa bu haqq üzərindədir. Onlar da neynədilər? Fə'təzəlul fəriqən. İki tərəfi də tərk etdilər. Çünki ictihad elədilər, onlara zahir olmadı ki, kim haqq tərəfdədir və iki tərəfi də tərk elədilər və kənə həzəl i'tisəl huvəl vəcibu fi haqqihim. Və onları tərk etmək də onların üzərində vacib olan şeydir. Nə üçün? Çünki bunlara qarama-qarışıq qaldı. Bilmədilər ki, haqq tərəfdədir. Ona görə də nə etdilər? Ona görə də onlara vacib idi ki, qarışmasınlar. Çünki bilmirdilər haqq tərəfdədir. لأنه لا يحل الإقدام على قتال مسلم حتى يظهر أنه مستحق لذلك. Çünki deyir, bir müsəlmanla döyüşmək halal deyil o vaxta qədər ki, zahir olsun ki, o şəxsə ki, bunun döyüşülməyə haqlıdır. Ona görə də bilinmədi ki, hansı tərəf haqlıdır, hansı tərəf haqsızdır. Ona görə nə etdilər? Fitnələrdən çəkindirlər. وَلَوْ ظَهَرَ لِهَاُولَٰئِ رُجْحَانُ أَهْدِ الطَّرَفِينَ. Əgər deyir, fitnədən çəkinənlərə iki tərəfdən birinin hansının daha düz yolda olduğu, hansının razı olduğu deyir, zahir olsaydı وَأَنَّ الْحَقَّ مَعُهُ və haqq hansı tərəfdədir, o zahir olsaydı deyir, ona deyir لَمَا جَازَ لَهُمْ التَّأَخُرْ عَنْ نُصْرَةِ deyir, o insana kömək etməkdən gecikmək deyir, icazə verilməzdir. Fi qital buğat aleyhi, yəni ona qarşı deyir,
həddi aşanlara qarşı, onunla həddi aşanlara qarşı döyüşməkdən deyil, gecikmək ona icazə verilməzdir. Əgər o ictihadında görsəydi ki, kim haqq üzərindədir. فَكُلُّهُمْ مَعْذُورُونَ radiyallahu anhum və deyir ki, axırın sonunda İmam Nəvəvi rahimehullah Müslimin şərhində deyir ki, və hamısı da onların üzürüdür. Nə üçün üzürüdürlər? Hə? Nə üçün üzürüdür hamısı? Müştəhiddirlər də ictihaddır. Peyğəmbər sallallahu ki, əgər deyir, hakim ictihad eləyərsə, düz olarsa, hökm verərsə, 2 dənə savabı var. Bir ictihadına görə, bir də düz hökm verdiyinə görə. Yox, əgər ictihad eləyib xata hökm verərsə, xata edərsə, məsələni, ona bir savab yazılır, ictihad elədiyində, xatası da nədir? Bağışlanır. Sahabilərdən daha elmli, daha alim kim var idi? Heç kim. Sahabilər nədir? İctihad edirlər, ictihad etdilər. Və eləcə də Siferani rahimullah buyurur ki, və kullu mə səhhə mimmə cərə beynə səhabətil kiram vəcəbə hamluhu alə vəcihin yənfi anhumuz zunubə vəl-əthəm. Və bu barədə də Siferani buyurur ki, və kullu mə səhhə mimmə cərə beynə səhabətil kiram deyir. Sahabələrin arasında deyir, baş verən şeylər, səhih olan şeylər barəsində nə etməliyik? Vəcəbə hamluhu alə vəcihin yənfi anhumuz zunubə vəl-əthəm. O yerə deyir, yönətməliyik ki, onu elə cürə başa düşməliyik ki, deyir, bizi onu elə başa düşmək vacibdir ki, onların günaha düşməyin və günah etməyin nədir? Nəf edir. Biz də bunu necə başa düşdük? Sahabələrin arasında baş verən şeyləri müştəhid idilər. Ya 2 savab qazanır, ya da 1 savab qazanır. Müştəhid olduqlarına görə. Və eləcə də mühüm bir qayda var ki, sahabələrin arasında baş verən şeylərə hər bir müsəlman fikir verdikdə bu şeylərə baxmalıdır, diqqət yetirməlidir. Yəni, bu qaydanı hər bir müsəlmanın zehnində həkk olunmalıdır. Bu qaydalar hər bir müsəlmanın zehnində həkk olunmalıdır. Sahabələrin arasında baş verən şeylərə nəzər saldığı zaman qaydaları bilməlidir. Ən birinci, oxuyuruq məsələn sahabələrin arasında baş verən hərblərdə. Biz buna oxuduğumuz zaman nə etməliyik? Birinci, bilməliyik ki, sahabələrin o qədər fəzilətləri var ki, o qədər şeydə bizi keçiblər ki, həmin onların fəzilətinə görə, bizi imanda keçdiklərinə görə onlar nə olur? Onlardan baş verən şeylər nə olunur? Onlar üçün bağışlanır. Peyğəmbər sallallahu aleyhi və səlləmə malları ilə, canları ilə kömək etdiklərinə görə və Peyğəmbər sallallahu aleyhi və səlləmə bir yerdə cihad etdiklərinə görə bu şeyləri neynəməliyik? Sahabələri barəsində, sahabələrin arasında baş verən şeylər oxuduğu zaman, ki, bu biz öz zehnimizdə həkk eləməliyik. Oxuduğumuz zaman da bu şeyləri ağlımızda canlamalıyıq. Məsələn, sahabələr deyirik ki, bir-biri ilə məsələn, arasında hərb baş verib. Əsas deyirik ki, nədir? Sahabələr əfsəldirlər, onlar imanda keçiblər, Peyğəmbər s.ə.və kömək ediblər. Allah Taala həmin şeyə görə nə edəcək? Onları bağışlayacaq. İkinci, bilməliyik ki, Allah Subhanahu taala onlara günahların bağışlayır. Allah Subhanahu taala onlara günahları bağışlayır. Yəni, onlardan sonra gələnlərdə əksinə Allah Subhanahu taala onların günahlarını bağışlayır. Çünki onların həsənətləri var. Hansı o həsənətlər ki, onların günahlarını yuyub aparır. Çünki onlardan sonra gələnlər onların etdiyi həsənətlər kimi həsənət etməyiblər. Yəni, onlardan sonra gələnlərdən daha çox günahları bağışlanır. Nə üçün? Çünki onların həsənətləri, bizim həsənətlərimiz onların həsənətlərinin yanında heç nədir. Və Allah Subhanahu taala onların həsənətlərinə görə başqasının günahın, onlardan sonra gələnlərin günahın kimi bağışlayır, yoxsa sahabələrin günahı daha bağışlanmağa şeydir, layiqdir.
Əlbəttə, onların elə həsənətləri var ki, onlardan sonra gələnlərin elə həsənətləri yoxdur. Yəni ki, Peyğəmbər s.ə.v-dən gəlib ki, onlar ümmətin ən xeyirlərdilər. Onların sədəqə verdiyi bir ovud, bizim sədəqə verdiyimizin deyir, bir Uhud boyda yaramır. Bizim sədəqə verdiyimiz Uhud dağı, Uhud boyda sədəqə. Onların verdiyi sədəqənin heç bir ovucuna çatmaz. Hələ Peyğəmbər s.ə.v bu hədisi sahabələrə deyib. Xalid bin Velid ilə Abdurrahman bin Avfın arasında söhbət baş verib. Və Peyğəmbər s.ə.v Xalid bin Velidə deyib ki, mən sahabələrimi söyməyin. Əgər onlardan bir ovud sədəqə versələr, sizin verdiyiniz sədəqənin bir Uhud dağına ona çata bilməz. Yəni, deyir, əgər sizdən biriniz Uhud boyda sədəqə versəniz, onların verdiyi bir ovuca və yaxud yarım ovud sədəqəyə çatmaz. Yəni, onlardan sonrakılar necə olacaq? Biz zikr eləmişdik ki, sahabələrin də özlərinin arasında fəzilətlər var da. Məsələn, fəthdən qabaq xərcləyib döyüşənlərlə fəthdən sonra xərcləyib döyüşənlər eyni deyirlər. Üçüncü, əgər onlardan birindən, kimdənsə bir günah baş verərsə, ola bilsin ki, onlar ondan tövbə ediblər və yaxud həmin günahlardan sonra yaxşı işlər görüblər, həsənətlər ediblər və həmin həsənətlər onların günahlarını silib aparır və yaxud Peyğəmbər s.ə.v-in şəfayəti ilə Allah subhanətə onlara bağışlayacaq, hansı ki, onlar Peyğəmbər s.ə.v-in şəfayətinə ən layiq insanlardır. Və yaxud Allah subhanətə onlardan günah edənə bu dünyada elə bir bəla vermişdir ki, Allah subhanətə həmin bəla səbəbi ilə onların günahlarını bağışlayıb. Bu məsələlər də nədir? Sahabələrdən, yəni bilərəkdən baş verən günahlar barəsindədir. Yəni, sahabələr, əgər eşitsək ki, sahabələrdən nəsə belə şey baş verib, bu şeyləri həmişə öz zihnimizdə canlandırmaq. Bu sahabədir, onun, məsələn, Xətib bin Əbu Bəltəə, Peyğəmbər s.ə.v Məkkəyə fəthini gizli saxlayırdı. Məktub yazdı, müşriklərə xəbər verməkdən ötürü. Müşriklərə xəbər verirdi ki, Peyğəmbər s.ə.v gəlir fəth eləməyə. Peyğəmbər s.ə.v də bunu bildi vəhiy ilə, Əli rədiyallahu göndərdi, qadının saçları arasında göndərmişdi. Tutdular, yurda gətirdilər. Xətib bin Əbu Bəltəə çağırdı ki, bu nədir eləmişsən? O da deyir ki, ya Rasulullah, mən onların dinin sevdiyimə görə və yaxud imandan sonra küfrü sevdiyimə görə eləməmişəm. Sadəcə olaraq hər kəsin Məkkədə əhli var, onları qoruyan var, məni qoruyan heç kim yoxdur. Elə bildim ki, yəni bunu elədim ki, bəlkə buna görə mənim əhlimə bir ziyan verməsinlər. Ömər radiyallahu nə dedi? Ömər radiyallahu, ya Rasulullah deyir, burax bu münafiqin boynunu vurum. Ömər radiyallahu kimi nə eləmişdi? Ömər radiyallahu anhuya görə nə eləmişdi? Günah etmişdi. Müşriklərə xəbər verirdi ki, Peyğəmbər s.ə.v sizə qarşı döyüşür. Yəni, Peyğəmbərə qarşı müşriklərə kömək etmişdi. Amma Peyğəmbər s.ə.v nə dedi? Dedi ki, burax o Ömər, o Bədr əhlindən də Allah Teala deyir, Bədr əhlindən bax, deyir, nə istəyirsiniz edin, sizin günahlarınızı bağışladım. Görürsünüz, Peyğəmbər s.ə.v-in etiqadı nə idi? Sahabələr barəsində. Yəni, sahabələrin elə əməlləri var ki, Allah Teala etdiyi günahları həmin əməllərə görə nə edir? Bağışlayır. Yəni, bu olan günahlarda idi, zikr etdiyimiz. Və o işlərə barəsində necə deyək ki, o işlərdə onlar iştihad etmişdilər, müştəhid idilər. Yəni, o məsələlərdən heç danışmaq lazımdır və o məsələlərə baxancaq ki, müştəhid olurlar. Məsələn, aralarında baş verən döyüşlərdə biz etiqad eləməliyik ki, onların bir əcri var, nə etdiklərinə görə, iştihad etdiklərinə görə, əgər düz iştihad ediblərsə, düz iştihad edənlərin 2 əcri var, bir iştihada görə, bir də düz hökm çıxartdığına görə, səhv iştihad edənin də bir əcri var. Xatası da nədir? Bağışlanır. İnşallah bu qədər kifayətlənir. Və qulu həzəl qulu və estəxfurullah aleyh və aleyküm və lisəl musliminə min kullu zəm və estəxfuruhu innəhu qafurur rahim. İxlasla.com saytı tərəfindən təqdim olundu.